Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sabiq sədri Salih Məmmədovla bağlı yeni skandal gündəmə gəlib. Qlobal İnfoza daxil olan məlumata görə Azərbaycanda handbol klublarında ciddi maliyyə böhranı yaşanır və artıq 2-3 ayda əmək haqları ödənilmir. Problem Federasiyanın prezidenti Salih Məmmədovun Avtomobil Yolları Agentliyindəki vəzifəsindən azad edilməsindən sonra başlayıb. Şikayətçilər bildirirlər ki, Federasiya tərəfindən maliyyələşən klublarda son 3 ayda maaşlar ödənilməyib və ümumilikdə 200-ə yaxın şəxs əmək haqqını ala bilmir. Bu vəziyyət artıq komandaların fəaliyyətinə birbaşa təsir edir. Xüsusilə kişilər arasında çempionatın lideri olan Bakı klubunun 3 legioneri ölkəni tərk edib. Legionerlərin demək olar ki, hamısı komandalardan gedib. Ölkə çempionatı isə yarımçıq dayandırılıb. Mənbə qeyd edir ki, maliyyə problemləri təkcə maaşlarla məhdudlaşmır. Stat: komandalar məşq üçün də ciddi çətinliklərlə üzləşir. Azərbaycan Handbol Federasiyası arenasının icarə haqqı 20.000 manatı keçdiyi üçün orada məşq etmək mümkün deyil və alternativ məkan tapmaq da çətinləşib. Yaranmış vəziyyətlə bağlı idmançılar və məşqçilər radikal qərar veriblər. Onlar maaşlar ödənilənə qədər oyun və yarışlarda iştirak etməyəcəklər. Federasiyanın tələblər irəli sürməyə haqqı yoxdur. Statın sonu. Federasiyanın baş katibi Yusif Atakişiyev də maliyyə çətinlikləri olduğunu təsdiqləyib. Vəziyyətin necə olacağı hələ də sual altındadır. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.